Biz ya növbəli iş rejimindən işləməliyik, ya digər iş rejimindən işləməliyik ki, iş vaxtının cəmləşmiş çotu olsun. 5 günlük, 6 günlük iş rejimində iş vaxtının cəmləşmiş çotu olmur. Çünki konkret vaxtlar var, saatlar var. Və iş vaxtının cəmləşmiş çotu üçün biz niyə tətbiq edirik? Birinci, ona görə tətbiq edirik ki, burada qeydiyyat dövrü var. Gəlin birinci ilə başlayaq qeydiyyat dövrünə. Qeydiyyat dövrü maksimum 1 il ola bilər. Yəni ki, biz 1 ildən çox qeydiyyat dövrü müəyyənləşdirə bilmərik. Bu mütləq deyil ki, 1 yanvardan 31 dekabra kimi olsun. Ola bilər ki, məsələn, bizim işçimiz dekabrın 1-dən işə qəbul olunacaq. Biz onun üçün qeydiyyat dövrünü götürürük 1 dekabr 2025 və 30 noyabr 2026. İndi siz deyəcəksiniz ki, biz nə bilək ki, o hansı dövrlərdə necə işləyəcək? Çünki hələ dekabrın 16-sı istehsalat təqvimi müəyyənləşdirəcək. Siz orada ehtiyac yoxdur ki, istehsalat təqvimi üzrə nə qədər işləyəcəyi qeyd edirsiniz. Sadəcə orada qeydiyyat dövrünü yazırsınız ki, qeydiyyat dövrü illikdir. Və istehsalat təqvimi təsdiq olunanda da siz axırda baxırsınız ki, noyabrın axırına kimi bu adam 2025-in dekabrındakı iş saatları üstə gəl və 11 aydakı iş saatlarının cəmindən çox işləməsin. Yəni maksimum o qədər işləsin. Bunun qeydiyyat dövrünün məqsədi odur. Yəni qeydiyyat dövrünü biz niyə müəyyənləşdiririk? Biz ona görə müəyyənləşdiririk ki, mümkündür ki, işçi müəyyən aylar çox işləsin, müəyyən aylar az işləsin. Yəni çox işləsin o mənada ki, aylıq iş normasından çox işləsin.